8 Mart Dünya Qadınlar Günüdür. Dünyanın dörd tərəfində törənlər qurulur, cəşnlər tutulur və hər kəs başardığı dildə qutlayır bu günü. Kimisinə siyasi bir anlamdır, kimisinə mənəvi bir dəyər. Amma 8 Martın tarixçəsi nədir və nədən Qadınlar Günü ünvanında Dünya Birləşmiş Millətləri tərəfindən qeyd edilib? 8 Mart 1857-ci ildə Amerikanın New York şəhərində toxuma fabrikasında qadın işçilər ağır iş şəraiti, çox uzun iş saati və buna qarşılıq çox aşağı maaş üçün işi tətil edib və etirazı başlatmışlar. 20-ci əsrin əvvəllərində sənayeləşmiş ölkələrdə qadınlar kişilərlə birlikdə çalışıb, ancaq onlardan çox uzun saatlar işləyib və az maaş alırdılar. Bu ağır şərait onları etiraz etməyə məcbur etmişdir. 1908-ci il martın 8-də 50 il əvvəlki etirazdan sonra həmin toxucu fabrikanın qadın işçiləri 8 mart 1857-ci ilin xatirəsini canlandırmaq üçün işdən əl çəkib və işi tətil etdilər. Fabrikanın sahibi və bir neçə gözətçiləri qadınların bir olmaqlarının qarşısını almaq üçün qadınları fabrikada həbs etdilər və naməlum səbəblərdən fabrikada yanğın baş verdi. Bir neçə qadın özlərini hadisədən qurtardılar, ancaq 129 işçi qadın yanğıda yanaraq can verdilər. 1914-cü ildə Londonda 1-ci Dünya Savaşına qarşı, sonra da 1917-də St. Petersburg şəhərində 8 Mart günü savaşın gətirdiyi fəlakətlərə etiraz adına barış və çörək şüarı ilə böyük təzahüratlar olmuşdur. Rusiyada baş verən təzahürat Fevriye inqilabının başlanğıcıdır və 4 gündən sonra Rus tezarı istefa etmişdir. 8 Mart ilk öncə siyasi bir olay kimi Amerika, Alman, bir də Doğu Avropada başlandı. Sonra bu ölkələrdən bütün dünyaya yol açdı. Dünyanın fərqli bölgələrində, fərqli günlərdə qutlansa da, nəhayət 1914-cü ildə Dünya Qadınlar Günü 8 Mart günündə keçirildi və bu günə kimi də hər il dünyanın bütün məmləkətlərində 8 Mart qadına həsr edilibdir. Ancaq son illərdə Qadınlar Günü dünyada yeni böyüklər qazanmaqdadır. Qadınlar kişilərin min illərcə mütləq hakimiyyətinə son vermək, bütün sahələrdə eşit haqlar qazanmaq istəyirlər. Elmi, siyasi, iqtisadi, hünəri və başqa sahələrdə başarılarını təsbit etməklə günü-gündən layiq olduqları yeri qazanmaq nailiyyətindədirlər. Qadınlar Günü, martın 8-i bütün çalışqan qadınlara mübarək olsun.